Natiq müəllim, sizin fikriniz, bizim yerimiz hardadır enerji təhlükəsizliyi sistemində bütün dünyanın? Əslində, tək dünyanın yox, əsas biz Avropaya fokuslu götürsək, çünki Azərbaycanın əsas tərəfdaşları, iqtisadi və enerji tərəfdaşları Avropa Birliyi ölkələridir. Məsələn, İtaliya birinci yerdədir. Əslində, Avropanın enerji təhlükəsizliyində oynadığımız rol bir tək həcmə görə deyil. Həssas ölkələrin asıllığının azaldılması yönündə Azərbaycanın atdığı adımlar Avropa Birliyi ölkələri tərəfindən də çox diqqətlə qarşılanır və rəğbətlə qarşılanır. Çünki Şərqi və Cənubi Avropa ölkələrinin böyük bir hissəsi daha çox Rusiya qazından asılıydılar uzun zaman, uzun müddətdir. Bəzi ölkələr var idi ki, hətta 90% həmin qazdan asılıdırlar. Azərbaycanın Avropa bazarına çıxdıqdan sonra, TANAP və TAP layihələrindən sonra həmin ölkələrin kritik asılılıqları azaldı. Bura Bolqarıstan daxildir, Yunanistan daxildir, Balkan ölkələrinin bəziləri daxildir və bütün bunlar faktiki olaraq həmin o kiçik həcmli qaz istehlak edən ölkələrin bir mənbədən asıllığını xeyli dərəcədə azaltdı və bu nəticə etibarilə Avropa Birliyinin həmin ölkələrinin də, belə deyək də, enerji təhlükəsizliyində mühüm rol oynadı. Bundan başqa, həm də Azərbaycan tərəfinin uzun illərdir, 94-cü ildən bəri əsrin müqaviləsi imzalandan bəri apardığı siyasət verdiyi sözlərə əməl etməsi üzərində qurulmuşdu həm də. Yəni, bir çox hallarda bu çox önəmlidir. Yəni, əsasən də enerji bazarında bu çox önəmlidir. Siz uzun müddətli kontraktlarla işləyirsiniz və verdiyiniz sözü tutması o deməkdir ki, qarşı tərəfdə həmin kontraktlardan, həmin müqavilələrdən irəli gələrək öz işini planlaşdıra bilir. Yəni, elə bir bugünə qədər, bu illər ərzində elə bir case olmayıb ki, Azərbaycan hansısa bir müqavilə öhdəlikləri götürsün, onu yerinə yetirməsin. Bunun özü də enerji təhlükəsizliyində çox vacib elementlərdən biridir və tərəfdaşlar tərəfindən həddindən artıq yüksək səviyyədə qiymətləndirilən məsələdir. Və son zamanlar dünyada da ki, bu trendi də nəzərə alsaq, həm bərpa olunan enerjinin getdikcə çəkisinin artması, Azərbaycanın təbii şəraiti, yəni bizdə həm külək, həm günəş enerjisinin istehsalı üçün də kifayət qədər münbit şərait var və Avropa Birliyi ölkələrinə Qara dənizin dibi ilə çəkiləcək enerji xətlərində Azərbaycanın iştirakı bunun özü də elə Avropanın enerji təhlükəsizliyində oynadığımız rolun xeyli dərəcədə artmasından xəbər verəcək. Bundan başqa daha digər bir ciddi məsələ isə ondan ibarətdir ki, Azərbaycan faktiki olaraq doğrudan da Asiyanı Avropaya bağlayan bir körpü rolunu oynamağa çalışır. İstəyir logistikada, istəyir enerji daşıyıcıları mənasında və bu anlamda Orta Asiyanın, Mərkəzi Asiya Respublikalarının enerji daşıyıcılarının, enerjisinin Avropaya çatdırılmasında, xam mal resurslarının Avropaya çatdırılmasında Azərbaycan bugün də artıq ciddi rol oynamağa başlayıb, amma bunun perspektivləri həddindən artıq çoxdur. İstəyir Türkmənistan qazının, Qazaxıstan neftinin gələcəkdə Azərbaycan üzərindən Avropaya çatdırılması həmin təhlükəsizliyinin ciddi bir həlqəsinə çevrilir. Natiq müəllim, sizin bu ilə bağlı fikriniz, bu layihələrin, bu tranzit imkanlarının şərtləndirən amillər nədən ibarətdir? Nə buna müsbət təsir göstərir və nə mənfi təsir göstərə bilər? Əslində, doğrudan da bu 90-cı illərdən Transxəzər boru kəmərləri müzakirə obyektidir. Dəfələrlə müzakirə də olunub. Hətta xatırlayırsınızsa, məşhur bir Nabucco layihəsi var idi. Çox danışıldı, işlə alınmadı. 2000-lərdə həddindən artıq çox danışılırdı və burada Transxəzər onun tərkib hissəsi kimi təqdim olunurdu. Hətta mən xatırlayıram. Orada heç Transxəzər yox idi. O, İraq və İran neftinə qazına hesablanmışdı. Bəli, tamamilə doğrudur. Və Türkmənistanla bağlı və Türkmənistan qazı və Qazaxıstan nefti ilə bağlı əsas problemlərdən biri o kommunikasiya xətlərinin Azərbaycana qədər gəlib çatdırılması məsələsidir ki, burada da Xəzəryanı dövlətlərin bu məsələyə münasibəti önəmli olacaq. Ona görə də Azərbaycanın mövqeyi bundan ibarətdir ki, mən belə anlayıram ən azından. Əgər anlaşmalar olacaqsa, Azərbaycan təbii ki, buna çox şaddır ki, Azərbaycan üzərindən qonşu ölkələrin, dost ölkələrin enerji daşıyıcıları Azərbaycan üzərindən dünya bazarına, Avropa bazarına çıxarılsın. Amma onlar anlaşa biləcəklərsə, bu boru xətləri çəkiləcəksə, ondan sonra Azərbaycanın da öz təcrübəsi və imkanları hesabına bu məsələlər həllini tapa bilər. Burada iki önəmli məsələ var. Birinci məsələ ondan ibarətdir ki, burada təbii qazla bağlı əsas qiymət məsələsidir. Azərbaycanın təklifi ondan ibarətdir. Bundan öncə də bu təkliflər səsləndirilib ki, uzun müddətli müqavilələr olsun və fiksə olunmuş qiymətlər olsun. Aşağı-yuxarı fiksə olunmuş qiymətlər olsun. Amma Avropa Birliyi ölkələrinin təklifi ondan ibarətdir ki, bazar dəyərləndirilsin. Bazarda da oynaqlıq olur da. 4000 dollara qədər 1000 kubmetrin qazın qiymətinin qalxdığı dövrü də gördük biz. Rusiya-Ukrayna müharibəsi başlayan və şimal axını
boru xətləri partladılan zaman, amma sonradan 280-290 dollara qədər düşdüyü qiymətlər də oldu. Yəni burada elə bir qiymət siyasəti olmalıdır ki, bu uzun müddətli və həm alıcılar üçün, həm satıcılar üçün daha uzun müddətli öhdəliklər götürülür. Bəli, Bu sistemdən qaçılır. Və bu həm investisiyalara aid olmalıdır, həm qiymət siyasətinə aid olmalıdır. Əgər boru xətləri ilə bağlı problemlər olsa, bunun da alternativ həlli yolları var. Məsələn, Qazaxıstanla artıq bu iş görülür. Qazaxıstandan tankerlərlə neft gətirilir Azərbaycana və vurulur. Eyni şey sıxılmış qaz şəklində Türkmənistandan da almaq olar. 500 min... başa gəlir. Amma bəli, onun xərci əgər o qiymətlər sərfəli olsa, 500 milyon kubmetrlik tankerlərlə, yəni daha balaca, kiçik tankerlərlə həmin qazın indiki texnologiyalar bunu ayrıca zavod tikməyə də heç ehtiyac qoymur. Elə gəmidə sıxılır. Bəli, gəminin O özündə. gəmini gətirmək lazımdır da. Burada da bax ona görə də deyirəm ki, burada Koreya şirkətləri ilə Azərbaycanın arasında danışıqlar olub bununla bağlı. Bakı Gəmi Qalima Zavodu var. Onu tikmək olar və bu da yeni əlavə iş yerləri deməkdir, yeni texnologiyalar deməkdir. Türkmen deyir ki, mən sahilimdə başa düşürəm. Demək istəyirəm, mən ona görə deyirəm ki, Avropa Birliyi ölkələri əgər bunda maraqlıdırlarsa, investisiya layihələri kimi bu tərəfli səylər olur. Bəli, bu tipli layihələrdə iştirak edə bilərlər. Hətta boru xətti olmadan belə də bir müddətdən sonra Türkmen qazının Azərbaycan üzərindən böyük həcmlərdə Avropaya çatdırmaq mümkün ola bilər. Buyurun, Natiq bir neçə gün bundan əvvəl səhvlənmirəmsə, Ermənistanda indi biz buna toxunacağıq. Ermənistanda vəziyyət çox gərgindir. Rusiya qazla bağlı hədələyir. Paşinyan isə demişdi ki, Rusiya qazı kəssə biz alternativ mənbələrdən qaz tapacağıq. Rusiyadan hansısa rəsmilərdən biri demişdi ki, bu Averçuk mümkün olan bir şey deyil. Biz indi əlbəttə ki, bu dəqiqə üçün bu çətin ki mümkün olsun. Çünki infrastruktur yoxdur, sülh yoxdur, ən vacibi. Amma gələcəkdə bəlkə də oldu. Və bu baş verərsə Azərbaycan Ermənistanın qaz təminatçısına çevrilə bilərmi? Ermənistanın qaza olan tələbatı hardasa 2 milyard kubmetrə yaxın. 2 milyard yarım. Bu bizim Suriyaya verdiyimizdən 1 milyard artıqdır. Bəli. Bunun da bir hissəsi təqribən 20%-ə yaxın zaten İrandan alır. Amma İrandan alınan qazın bir xüsusiyyəti var ki, onlar ancaq elektrik enerjisi istehsalında istifadə olunur. Yəni şəbəkə ilə qurulub ki, onun pul ödənişi yoxdur. Bəli. Ona görə də alternativləri demək olar ki, doğrudan da bugün Rusiyadan başqa alternativ yoxdur. Amma Azərbaycan üzərindən keçməklə xatırladım sizə, keçən il idi, deyəsən bir test oldu. Azərbaycandan Ermənistana boru kəmərlərinin yoxlanılması oldu. Bir 15 günlük bir test üsulu oldu. Gazprom da burada iştirak edirdi müəyyən təmir işləri ilə əlaqədar olaraq. Yəni bu infrastruktur var. Həcm də o qədər böyük deyil ki, o həcmləri təmin etmək mümkün olmasın. Sadəcə təbii ki, bu sülh prosesi sona çatdırılmalıdır. Ermənistandakı seçkidən sonra referendumda konstitusiyanın dəyişdirilməsi və paraflanmış müqavilənin son nəticədə imzalanması və diplomatik əlaqələrin bərpası, müqavilələrin imzalanması, bütün bunlar həm zamana bağlıdır, həm də Ermənistan tərəfdən atılacaq addımlara bağlıdır. Amma prinsip etibarilə həm texniki olaraq, həm də həcm olaraq Azərbaycanın buna yetəcək imkanı və fürsəti var. Yəni qaz imkanlarımız var Ermənistana qaz çatdırılması. Dediyim odur ki, çox da böyük həcmdə deyil onların istehlakı. Amma söhbət ondan gedir ki, Ermənistandakı bugün baş verən hadisələrdə maraqlı tərəf nədən ibarətdir? Rusiyanın bu qədər şantaj etməsinə baxmayaraq, Ermənistana qaz satanın özü elə Gazpromun özüdür. Yəni tək Gazprom Ermənistana qaz satmır. Ermənistanda da qaz satan Gazpromdur. Özü də qiymətlər əslində orada deyirlər ki, biz elə bil ki, ucuz satırıq. Ermənistanda istehlakçılar qazı daha baha qiymətə alırlar. Nəinki Gürcüstanda istehlakçılar hansıları ki, Azərbaycan təmin edir. Budur da ortalıqda. 170 dollar civarındadır sərhəddəki qazın qiyməti, amma müqavilə necə bağlanıb? İstehlakçılar 350-dən Bəli. Gazprom Ermənistandakı Gazproma satır. Və Ermənistan ərazisində də bütün şəbəkənin 100% sahibi Gazprom Armeniyadır. Vaxtilə forpost olmağın nəticəsi. Bəli, tamamilə doğrudur. Kaçiran verib də bunlara. Bəli. Sonradan da həmin qazı şəbəkə vasitəsilə Gazprom Armeniya şirkəti, Ermənistan Gazprom şirkəti təqribən 350 dollara satır. Yəni faktiki olaraq Avropa qiymətlərinə yaxındır da. Bəli, Ermənistanda qaz ucuz deyil. Gürcüstandan bahadır. Rasim mənim tamamilə haqlıdır burada. Bir tək orada nə üstünlüklər var? Bəzi kənd təsərrüfatı məhsulları istehsalçılarına və sənaye istehsalçılarına müəyyən güzəştlər var.
Və bu güzəştlərdə sonradan hökumətin atdığı addımlar, yəni Ermənistandakı indiki hökumətin, Paşinyan hökumətinin atdığı addımlar nəticəsində oldu. Çünki tələb elədilər, müəyyən ya dedilər vergiləri artıracağıq, ya da istixanalara məsələn güzəştlə satmalısınız. Orada müəyyən razılaşmalar oldu. Yəni bu nöqteyi nəzərdən Rusiyanın qaz şantajının özü də o qədər belə inandırıcı və deyil də. Çünki faktik məntiqsizdir. Hətta bazarlarda məhdudluq Rusiyanın, başqa satmaq bazarlarda məhdudluq. Yox, tutalım ki, indi Rusiya 2,5-2 milyard kubmetr qaz satmasa heç nə olmayacaq Rusiyaya. Amma söhbət onun qaz sata bilmə ehtimalından getmir. Söhbət ondan gedir ki, özünüzə qaz satıb erməni əhalisindən daha baha pul yığırsınız da. Buradan narahat olacağı və narazı olacağınız cəhət nədən ibarət? Natiq, amma eyni zamanda mən Rusiya mediasına baxıram. Rusiya mediasında Ermənistanı Ukrayna variantı ilə hədələyirlər. Açıq formada deyirlər ki, Ukraynada müharibə də bax belə başlamışdı. Bundan əlavə Ermənistanda Paşinyana yaxın media məlumat yayır ki, Rusiyada yaşayan erməniləri kütləvi surətdə Ermənistana göndərirlər. Biletlərini alıb verirlər ki, gedin orada lazımi namizədə səs verin. Reuters də yaydı bu barədə. Reuters də bu barədə məlumat yaymışdı. Yəni bax bütün bu təzyiqlər bu həftənin bazar günü keçiriləcək seçkilərin nəticəsində təsir göstərib revanşist müxalifətin hakimiyyətə gəlməsi ilə nəticələnə bilərmi? Çox çətin, açığı. Amma gəlin bir-bir bu səsləndirilən suallara cavab verək. Birincisi, Ermənistanın seçki qanunvericiliyi elədir ki, seçkilərdən ən azı 2 həftə öncə ölkəyə gəlməlisən ki və qeydiyyata durub səs vermə hüququ qazanmalısan. Yəni, bugün də Ruslar... baş tutmuyor. O da baş tutmuyor. O gecikdi, yəni o alınmadı. Əslində xox gəlirlər. Bəli. Bu birinci. İndi deyilənə görə onlar səs vermək üçün yox, mitinqlər üçün gətirilir. İndi onu görərik. Baxarıq seçkidən sonraki hansı vəziyyət yaranacaq. Bəli. Yəni, amma o qədər də olacağını düşünmürəm. Bilirsiniz necədir məsələ? Məsələn, bugün elə Putinlə Paşinyanın telefon danışığı olub və ad günü ilə təbrik eləyib. Paşinyanın ad günüdür. Onu təbrik eləyib və uğurlar baxarsın, seçkini Paşinyan utsun, elə birinci təbrik edən. Bəli. Və hətta ilk İkincisi də Lukaşenko olacaq. İlk səfərlərindən biri də Moskvaya çox güman ki olacaq. Bilirsiniz nədir məsələ? Bəli, Paşinyandan Rusiyanın müəyyən inciklikləri və yaxud da belə deyə narazılıqları var. Ciddi şəkildə var. Amma anlayır ki, Ermənistanda vəziyyət o həddə gəlib çatıb ki, orada Rusiya pərəst qüvvələrin hakimiyyətə gəlməsi elektoral yolla mümkün deyil. Digər yolları bilmirəm, bəlkə də mümkün ola bilər, amma elektoral yolla mümkün deyil. Paşinyanın alternativi isə daha çox qərbpərəst bir qüvvə ola bilər. Yəni, Paşinyandan daha çox doğrudan da qərbə inteqrasiyanı əsas xətt kimi götürən qüvvələr ola bilər. Bundansa Paşinyanın zəiflədilmiş şəkildə, belə deyək, başında Damokl qılıncı həmişə asılı olan o müxalifət, o revanşistlər, Köçəryan və dəstəsi tərəfindən qalması Moskvanın da o qədər də maraqlarına toxunmur. Əgər gəlin bir anlıq düşünək də, əgər doğrudan da ciddi bir təzyiq göstərmək istəyirdilərsə, bu ticarət müharibələrini Ermənistana qarşı elan edib, 6 ay qabaq elan edərdilər ki, indiyənə qədər təsirləri olardı. Yəni siz hesab edirsiniz ki, bu bir oyundur. Oyun da olmasa, təbliğata təsir edən amillərdən biridir. Müxalifətin müəyyən həddə təsir qazanmasını hesablanır. 27 mandatdan yuxarı qazansa, bu müəyyən təsirdir. Yəni, Paşinyan utsa da seçkiləri, amma güclü udmamalıdır. Rusiyanın bəxşi bundan ibarətdir. Daim ona təzyiq altında saxlanılmağa imkanlar və fürsətlər yaranmalıdır. Amma Paşinyanın udması və hakimiyyətdə qalması Rusiya üçün faciə deyil. Natiq bəy, mən siz danışdınız, mən ani olaraq fikirləşdim. Ermənistan daim kiməsə arxain olub, day arxain olub, hərəkətləyib. Bizdə belə bir söz var, Ermənistan və onun havadarları. Uzun müddət havadarı Rusiya olub. İndi siz də deyirsiniz, havadar güman ki dəyişir. İndi havadar olacaq kollektiv qərb. Paris, Washington, Berlin, Kopenhagen, yəni paytaxtları sadalayıram, kimsə. Və bu kimsədən nə vaxtsa bir sifariş gələ bilər ki, tumbleri fırladır. Belə çıxır ki, sifariş gələn kimi yeni havadarın sifarişinə uyğun olaraq Ermənistanda siyasətin dəyişəcək. Ola bilər? Yanlıqlar var axı. Ermənistanda siyasətin çalarları dəyişə bilər, belə deyək. Amma onun dəyişməsi biraz problematik görünür. Çünki Cənubi Qafqaza, Avropa və Amerikada eyni gözlə baxır. Ayrı-ayrılıqda Ermənistanın nə önəmi var ki? Bax, Ermənistanın Avropa Birliyinə nə önəmi var ayrıca bir ölkə olaraq?
Bölgə Niyə bəs elə isə milyardlarla Amerika Birləşmiş Ştatlarından investisiyalar söhbət Yoxdur, sözdür hələlik. Mən doğrudan bizim cavab tapmalı olduğumuz məsələ odur ki, mən tamamilə sualı mən haqlı sayıram ki, mütləq aydınlaşdırmalıyıq. Məncə bunu mütləq aydınlaşdırmalıyıq ki, bu söhbət buradakı müzakirədən getmir. Ümumən bizim öz siyasətimizdəki Ermənistanın Avropa üçün və o cümlədən kollektiv qərb üçün önəmi nədən ibarətdir? Bir, Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdan başqa. Əlbəttə Rusiya ətrafında yaranmış həlqənin müəyyən bir davamıdır bu. Yəni bu daşlar ölkəsi belə mühüm davamdırmı? Ya o bu Cənubi Qafqaz kontekst bilirsiz. Yeganə hərbi siyasi müttəfiqi Cənubi Qafqazda Ermənistandan çox Rusiyadan asılı olan ikinci bir ölkə olmayıb axı. Heç vaxt tarixən də olmayıb, müasir zamanda da hələ də yoxdur. Nə qədər də bunların arasında danışılmış döyüş geçsə də, ticarət əlaqələrinə baxanda, münasibətlərə baxanda hələ də Rusiya ilə Ermənistan arasında normal, yaxşı münasibətlər var da. Birdən-birə ticarət dövriyyələri 22-ci ildən sonra 7 dəfə artdısa, bu organik bir artım deyil daxı Rusiyada. Baxın, bax bu siyasətçini görürsünüz ekranda. Emmanuel Macron. Azərbaycana heç də bir mənalı münasibət olmayan Əli heç nəyə adamdır. çatmır. İndi bax bu Ermənistanın idarə etmə düymələrindən ikisinə sahib olsa, Vaxtı çatmır da. Gələn il Macron da gedir. Avropa Birliyinin birdən rəhbər vəzifələrindən biri. İnanmıram. Yalnız vaxtı yox. Gücü də çatmır. Fransanın heç vaxtı ilə müstəmləkələri Afrikada, Şimali Afrika demək olar ki, tam Fransanın nəzarətindədir. Orada təpikləyib onları çıxarmışlar orada. Gəlib Ermənistanda nə eləyəcək? Yox, söhbət, mən sizin mən məntiqinizi tam anlayıram. Və doğrudan da insan düşünür bu haqda ki, yaxşı, dünənə qədər Moskvadan gələn əmrləri yerinə yetirib bizə problem yaradırdılarsa, sabahda, nə bilim, Parisdən, Vaşinqtondan, Londondan gələn əmrləri yerinə yetirib bizə problem yarada bilərlər. Amma Ermənistanın sağ qalma məsələsi də əsas məsələ. Bir də bu problemin o xarakterinə ətrafda olan 85 milyonluq, 90 milyonluq Türkiyə, Azərbaycan, Gürcüstan, bütün bu ərazi. Üstəlik eləm İranda da yaşayan 30 milyon soydaşımız. Yəni bütün bunları coğrafiya diktə eləyir axı. Coğrafiya Ermənistanın addımlarını diktə eləyir.